Salam, hər vaxtınız xeyir olsun. Gününüz uğurlu olsun inşallah. Adım İlqardır. Öz şəxsi mənzilin icarəyə verilməsi ilə bağlı sizin nömrənizi saytdan götürmüşəm, elan saytlarından. Mənzil haqqında məlumat bilməsə, mənzil Binəqədi rayonu Azadlıq prospektində yerləşir. Binəqədi rayon İcra Hakimiyyətinin yanındadır. Azadlıq metrosunun üzərində yerləşir, 2 dəqiqəlik məsafədə yerləşir. Ətrafında Heydər Əliyev adına park yerləşir. Binanın yaxınlığında ictimai yaşayış obyektləri, məktəb, klinika, mağazalar, aptek, qadın məsləhətxanası, avtobus dayanacağı, hansı ki avtobus dayanacağı binanın qarşısındadır. 4-cü polis şöbəsinin arxasında olan binadır. Həyətin ümumi özü kamera sistemi təchiz olunub. Binanın hər iki tərəfində balkonu var, mövcuddur. Mənzil qaz, su, işıq 24 saatlıq kombi sistemi ilə isitmə sistemi təmin olunub. Ev telefonudur, internetdir, televizordur, kondisionerdir, soyucudur, paltaryandır. Evin əşyalarının içində daxildir. Ev domofonla təmin olunub, domofonu var. Evin lift mövcuddur. 9 mərtəbəli binada, 9 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşir. Mənzil özü 4 otaqdan ibarətdir. 3 yataq otağı, 1 qonaq otağı. Hansı ki müştəriyə uyğun o bir otağı da yataq otağı kimi istifadə etmək mümkündür. Bütün otaqların hər birində yataq dəsti, şkaflar mövcuddur. Otaqlar tam dolu vəziyyətdə təhvil verilir. Hansı ki real müştəri olarsa şəxsi əşyalarını gətirməklə yerləşib qala bilər. Amma deməli xanımlar üçün 4 xanım olarsa qiymət, mənzilin qiyməti 1000 manat, 4 bəy olarsa bəylərdə müəyyən şərtlər var. Hansı ki o şərtləri yerində real danışandan sonra işlərinin hansı sahə olması dəqiqləşdirilir, sonra razılaşmaq olar. Ailə olarsa əgər ailə ilə bağlı məsələlərdə yerində real müştəri olsa danışıb qiymətdə müəyyən mənada razılaşmaq olar, müəyyən məbləği aşağı yuxarı razılaşmaq olar. Suyu bayaq qeyd elədim, işığı, qazı daimidir. Əlavə evin şəkilləri, mənzilləri sizə göndərirəm. Qaranlıq qalan nəsə varsa onlarla bağlı suallarınızı verin, aydınlaşsın. Müştəri olarsa hər birimizin Allah xeyrin versin. Danışarıq, şirkət haqqı da 20% nəzərinizdə saxlayın. Uyğun olarsa müştəri ilə olsa danışıb uyğunlaşdırıb Allahdan xeyirsin inşallah. Sağ olun.